Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksi artıq istifadəyə verildi. Qeyd edeyim ki, kəndə köçünə bağlı 180 ailə, yəni 591 nəfər siyahıya alınıb. 2,3 hektar ərazidə, sahədə bu 5 mərtəbəli 5 bina yaşayış kompleksi inşa olunub. Bu 5 mərtəbəli 5 binada 1, 2, 3, 4 otaqlı mənzillər var və eyni zamanda siz də mənzillərin şəraiti ilə tanış oldunuz yeri gəlmişkən və bir daha onu da xatırladım ki 190 mənzil var yaşayış kompleksində. Ümumilikdə isə köç siyahısına nəzər yetirdikdə 180 ailə, yəni 591 nəfərdən ibarət şəxs Suqovuşan kəndində bu yaşayış kompleksində məskunlaşacaqlar və Suqovuşan kəndində bütün infrastruktur layihələri də var. Eyni zamanda burada kənddə məktəb də yenidən təmir olunub, yəni o da istifadəyə veriləcək. Suqovuşan kəndində məscidin açılışı da baş tutdu. Qeyd edeyim ki, məsciddə 100-ə yaxın şəxs eyni vaxtda ibadət edə biləcək. Onu da əlavə edim ki, məscid 2 mərtəbəlidir. Birinci mərtəbəsi kişilər üçün, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. İşğaldan azad olmuş bütün ərazilərimizdə məscidlərin həm də yenidən qurulması, tikintisi, bərpası prosesləri həyata keçirilir. Bilirsiniz ki, işğal müddətində 67 məscid, işğaldan azad olmuş ərazilərdə də 67 məscidin 65-i tamamilə məhv edilmişdi və hal-hazırda o ərazilərdə də məscidlər yenidən tikilir.